Salam dostlar, necəsiz? İndi sizə bir tələbənin gecə rutinini göstərəcəm. Qubanın yenə də yağışlı günlərdəndir. İndi gəlmişik oba marketə yağ seçmək ki, yemək bişirək. Həm boyumuz, həm cibimizə uyğun bir yağ seçəndən sonra gedirəm dırnağımdakı atistan silmək, lak silmək üçün atistan almağa. Burada saç lakına qədər var idi, bir dənə atistan yox idi. Burada aldıqlarımızı çəkirəm, böyük xərc eləmişik. İndi gəldik zeytuna, çörək almağa. Çörək aldıq. Nərgiz dedi ki, acıq hələ bu çörəyi gəl yolda kəsək yeyək. Çörəyin yarısını evə gedənə qədər qutardıq. Burada da görürsünüz necə ac olduğum bəlli olur. Bəli, yeməyimiz yoxdur, nə ayıraq. İndi gəlmiş meyvəlinin Quba filialında dolmalı kələm seçməyə. Burada Nərgiz xüsusi bacarıqlarından işlətərək hansı kələmin dolmalı olduğunu seçir. Burada mən sarımsaqdır, bu soğandır, nədir, onunla göyərtini səhv salıram. Heç nə olmaz, öyrənəcək yavaş-yavaş. Burada da Nərgiz Petruşka ilə şüyüdü səhv salır. Mənə deyir ki, get Petruşka götür, gedir. Ay, gedir 2 dəfə dedim, nəsə. Gedir özü üçün. Gedir özü götürür, şüyüd götürür. Heç nə olmaz. Gəncük hələ var öyrənməyimizə. Mağazanın içi başa düşürəm, Hindistan küçələrinə oxşayır. Heç nə olmaz. Burada mən yenə xüsusi bacarıqlarımı işlətərək ən yaxşısının hansı olduğunu seçməyə çalışıram. Görürsünüz ki, toxunmadan sadəcə göz təması quraraq ən yaxşısı hansı olduğunu seçəcəm indi. Bəli, bir dəfə əl vurdum, baxın, görün, götürdüm və ən yaxşısı. Bu qız bacarır da bu işi də. Halal olsun. Bəli, indi gəlmişəm yenə xüsusi bacarıqlarımı işlətərək ən yaxşı, ən dadlı xiyarlar seçməyə. Burada mənə deyilmişdi ki, tikanlı xiyarlar daha dadlı olur. Marketdə bir dənə xaladan soruşmuşduq. Ona görə gəldik tikanlı xiyarları götürməyə. Axşam bazarı saat 10-da, yəni maksimum qalan tərəvəz budur. Burada da xaçmaz pomidorunu axtarıram. Yerimi, tam yerli sayılmasaq da nisbətən yerliyik. Tapa bilmədikdən sonra haranın sortu olduğunu bilmədiyim pomidoru götürürəm. Burada bir dənə xala internetdə demişdi ki, yarpaqların sayı əgər 6 olarsa pomidor dadlı olur, 6-dan az olarsa dadsız olur. Mən də 6 dənəsini axtarmağa çalışıram. Bu boyda yeşikdə bir dənə 6 dənə yarpağı olan pomidor var idi. Aşağıdan da bir dənə tapdıqdan sonra gördüm yox, bu işdə irəliləyiş olmayacaq. Götürdüm hamısı 5 yarpaqları, atdım ora. Dedim pomidor da heç nə olmaz. Hələ də burada atıram, görürsünüz ki. İndi gedirik evə. Bu boyda küçədə bir dənə biz varıq, başqa heç kim yoxdur. İndi gəlmişik yanımızdakı mağazadan yenə dırnaq təmizləməyə, atistan almağa. Nərgiz özü üçün ruçka alırdı, sabah imtahandı, ruçkası yox idi. Atamın instrumentinə qədər olub, atistan olmayan mağazadan çıxıb gəlmişik evə, yatıb qalmışam. Bir də durdum, gördüm ki, Nərgiz dolma bükür. Dedim, tez çəkim, sən demə, kameram nahal demiş. Burada da Badurqamın nişanından qalmış konfetlə çayımı içib, günümü sonlandırmamışdan öncə Nərgizə subliminal mesajımı ötürürəm. Gələn videolarda görüşmək.